Salam, bugün Logix CRP-də malın silinməsi əməliyyatının icra olunma qaydası ilə tanış olacaq. Gəlin əvvəlcə malın silinməsi ümumiyyətlə nə üçün edilir? Bu barədə qısaca danışaq. İş prosesində bəzən ambarda olan mallarla bağlı real vəziyyət dəyişir. Yəni, sistemdə mal görünür, amma əslində mal artıq istifadə üçün yararlı olmur və ya ümumiyyətlə mövcud olmur. Bu hallar adətən belə olur. Mal yararsız vəziyyətə düşür, qırılır və ya zədələnir və ya digər gözlənilməz itkilər baş verir. Belə vəziyyətlərdə həmin malı ambarda saxlanılır kimi göstərmək düzgün deyil. Ona görə də Logix CRP-də malın silinməsi əməliyyatı aparılır ki, sistemdə məlumatlar real vəziyyətə uyğun olsun. Gəlin, malın silinməsi əməliyyatına başlayaq. Ambar və ticarət menyusunda sənədlər qrupundan malın silinməsi əməliyyatını bir dəfə vuraraq açıram. Yeni düyməsini vurdum. Burada məcburi sahələr ambar seçimi, silinmə səbəbi və malın seçilməsidir. Gəlin birinci ambarı seçək. Silinmə səbəbi seçək. Silinmə səbəbi məcburi sahədir. Səbəbə vurduqda gəlir xərc növləri adlı məlumatlara qoşulur sistemdə. Burada yeni bir xərc kartı açaq. Yararsız adlı bir xərc kartı açırıq. Gəlir xərc növünün adını xərc olaraq seçilməlidir. Yaddaşa yazdıq. 2 dəfə vuraraq yararsız adlı xərc növünü seçdik. Mallar bölməsinə vururam. Burada silinməni aparmaq istədiyimiz malları seçirik. 2 fərqli adda mal seçdim. Miqdarların qeyd edirik. Misal üçün 3 kvadrat metr laminat silinməlidir. 2 kvadrat metr MDF silinməlidir. Burada xüsusi bir qeyd varsa, bu hissədə qeydi yazmaq olar. Misal üçün yaza bilərik ki, mallar yararsız vəziyyətdədir. Daha sonra təsdiq sahəsinə işarə qoyaraq sənədi yaddaşa yazırıq. Sənəd yaddaşa yazıldı, artıq bu mallar ambardan silindi. Bu, vacib bir sənəddir. Bu səbəbdən tövsiyə olunur ki, bu sənədi çap edib, silinmə aktını rəhbər şəxslər təsdiq etsinlər. Gəlin, indi hesabatları yoxlayaq. Hansı hesabatlara necə formada təsir göstərdi malın silinməsi əməliyyatı? Artıq bildiyiniz kimi, malın hərəkətin ən yaxşı mal dövriyyəsi adlı hesabatda görə bilərik. Bu hesabatı açanda görünür ki, malın silinməsi baş verib və 3 kvadrat metr laminat ambardan məxaric olunub. Daha əvvəlki tarixdə, yəni bu hesabatda seçilən ilk tarixdə 8 fevralda miqdar 45 olub, mədaxil bu dövr ərzində, 2 gün dövr ərzində 15 olub və məxaric silinmə 3 kvadrat olub, daha sonra sonda isə 57 kvadrat metr qalmışdır. Bu bizi çaşdırmasın deyə istəsəniz sadəcə bir günlük vaxt intervalı təyin edə bilərik. Burada rahatlıqla görə bilərik ki, bu günün əvvəlində 60 kvadrat metr olub, 3 kvadrat metr məxaric olduqdan sonra 57 kvadrat metr ambarda qalmışdır. Ambardan malın silinməsini gördük. Malın silinməsi eyni zamanda müəssisənin xərcinə təsir göstərir. Xərcləri maliyyə menyusundan hesabatlarda, xərc hesabatında yoxlaya bilərik. Burada görürük ki, müəssisədə yararsız səbəbinə görə 52 AZN-lik xərc formalaşmışdır. İndi bizdə belə bir sual formalaşır ki, niyə ERP-də malın silinməsi xərcə düşür? Biz Logix CRP-də malı sildik və gördük ki, bu əməliyyatdan sonra hesabatlarda müəssisənin xərci artdı. Bu sual yaranır. Niyə adi bir silinmə əməliyyatı xərc kimi çıxır?
Əslində burada silmə sözü biraz çaşdırıcıdır. Logic CRP-də malın silinməsi sadəcə texniki silinmə deyil. Bu əməliyyat o deməkdir ki, müəssisənin balansında olan, yəni dəyəri olan bir mal artıq mövcud deyil. Ambarda olan hər bir mal müəssisə üçün aktivdir. Bu mal ya satılmalıdır, ya istehsala istifadə olunmalıdır, ya da geri qaytarılmalıdır. Əgər bu variantlardan heç biri yoxdursa və mal silinirsə, bu artıq itki deməkdir. Məhz buna görə Logic ERP-də bu məbləği avtomatik olaraq xərc hesabına atır. Çünki mal ambardan çıxıb, amma satışdan gəlir yaranmayıb. Nəticədə müəssisə real olaraq zərər görüb. Bu mexanizm ERP-də təsadüfi deyil, əksinə sistem müəssisəni qorumaq üçün belə işləyir ki, ambarda olmayan mal kağız üzərində qalmasın, mənfəət süni şəkildə yüksək görünməsin, rəhbərlik də real maliyyə vəziyyətini düzgün görə bilsin. Bu səbəbdən malın silinməsi əməliyyatı Logic ERP-də yalnız səlahiyyətli şəxslər tərəfindən aparılmalıdır. Bugün Logic ERP-də malın silinməsi əməliyyatının icra olunma qaydası ilə tanış olduq. Növbəti təlimdə isə ambarda malın transferi prosesi ilə tanış olacağıq. Sağ olun.